Günaydın Azərbaycan, xoş gördük əziz və dəyərli tamaşaçılarımız. Xəbərin olsunu izləyirsiniz. Noyabrın 26-sıdır, həftənin 3-cü günüdür, saat yarım qarşınızda olacaq. Sizə ölkədə və dünyada ötən gecədən səhərə qədər baş verən hadisələr barədə geniş informasiya verəcək. Eyni zamanda müxbirlərimiz bir sıra məsələlərin həllinə işıq tutmaq məqsədi ilə reportajlar hazırlayıblar. Onu geniş müzakirə eləyəcəyik. Diqqətinizi bizə yönəldin. Əziz və dəyərli tamaşaçılar, eyni zamanda mən buradan dünya Azərbaycanlılarını da salamlayıram. Bilirəm ki, istər İranda yaşayan bizim soydaşlarımız, eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan bizim həmvətənlərimiz var ki, bizə yazırlar, salamlarını göndərirlər. Onları da buradan vətən qoxulu atəşini salamlayırıq. Eyni zamanda bizi Türkiyədən də izləyən həm Azərbaycanlılar var, həm də Türk soydaşlarımız var. Onlara da merhabalar deyərək verilişimizə başlayırıq. Gəlin öncə anons eləyək, görək saat yarım ərzində bizdən nələri eşidəcəksiniz. Su verməliyəm. Bax, nar ağacları, gül kimi nar ağacları. Üstündə narı da var. Bax, çürüyür, gedir. Yeraltı sular quruduğundan sakinlər su daşıyan maşınların ümidinə qalır. Xaçaxuna bağlarına yenidən həyat veriləcəkmi? Saxta dissertasiyaların diplom işlərinin yazılmasında yeni vasitə. Biz yazı tələb edən əgər işləri verəcəksə, ya onlar plagiat olaraq kitablardan köçürəcək, ya da süni intellekt imkanlarından istifadə edə bilir. Süni intellektdən istifadə plagiatlığa daha geniş meydan verib. Əlbəttə ki, müsbət informasiyaların olması, bolluğu xoşbəxtlikdir. İnformasiya müasir dövrün hər şeyidir mənim üçün. Düzgün olmayan informasiyalar həddindən artıq tez rastlaşırıq. Bəs sizə informasiya bolluğu nə verir? Qaynar xətt WhatsApp nömrəmizə və sosial media hesablarımıza yazın. Fikirlərinizi efirdən səsləndirəcəyik. Bir daha sabahınız xeyir olsun deyərək verilişimizə başlayırıq. Anonslarda da gördünüz ki, olduqca vacib məqamlardan bəhs eləyəcəyik. Süni intellektin həyatımıza girməsindən sonra baş verən bəzi negativ hadisələr də var. Bax, onları işıqlandıracağıq. Geniş müzakirəmiz olacaq. Əziz tamaşaçılar, indi də bir sıra vacib xəbərlərə keçid alaq. Dünən 25 noyabr Kəlbəcər günü idi. Qeyd etdik, işğaldan azad edilmiş o cənnət məkan haqda geniş danışdıq. Kəlbəcərin özündə tədbirlər də keçirildi. Bugün isə Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcərə növbəti köç yola düşüb. Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə, yəni 112 nəfər köçürülür. Bakıdan Kəlbəcər şəhərinə yola salınanlar Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bir daha Kəlbəcər günü münasibəti ilə Kəlbəcər sakinlərini təbrik edirik. Bax, görürsünüz, növbəti dəfə də artıq orada köç baş tutdu. Ailələrin sayı hər keçən gün artır. Kəlbəcər əməlli başlı məskunlaşma gedir. Tikinti, quruculuq işləri bütün var gücü ilə dövlət davam elətdirir. Kəlbəcərə aparan yollar da əsaslı şəkildə təmir olunur. Hətta yenidən qurulur. Möhtəşəm tunelləri də bura daxil eləmək lazımdır. Artıq hətta Kəlbəcərin isti suyu belə həm istifadə olunur. Yavaş-yavaş bir növ, necə deyərlər, əvvəlki kimi turizm potensialı da özünə qaytarılır Kəlbəcərin. Bəli, Kəlbəcər günümüz bir daha mübarək olsun deyərək biz davam edirik. Əziz tamaşaçılar, son günlər nəysə ard-arda yanğın hadisələri baş verir. Növbəti hadisə ötən axşam Bakının Nizami küçəsində qeydə alınıb. Fəvvarələr meydanında ənənəvi soyuqəllər isti ürək yarmarkasının açılışı olmalıydı. Lakin elə həmin yerdə anidən yanğın olub. Soyuqəllər İsti Ürək Xeyriyyə yarmarkasındakı yanğınla bağlı Nərgiz Fondunun açıqlamasında deyilir ki, yanğın qurumuş yağ qalıqlarının qısa qapanma yaratması nəticəsində başlayıb. Hadisə yerində olan işçi vəziyyəti aradan qaldırmaq məqsədi ilə həmin sahəyə su tökdükdən sonra isti yağla reaksiyası nəticəsində alovlanma güclənərək açıq yanğına səbəb olub. Təhlükəsizlik və texniki nəzarət qruplarının operativ müdaxiləsi nəticəsində yanğın 15 dəqiqə ərzində tam söndürülüb. Yanğın digər pavilyonlara keçməyib. Yarmarkanın digər hissələri üçün təhlükə yaranmayıb. Təbibin məlumatına görə yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. O, kliniki tibbi mərkəzin toksikologiya şöbəsinə təxliyə olunub.
Xəstəxanadan söz düşmüşkən 2 gün öncə İcbari Tibbi Sığorta Agentliyindən xəbər yayıldı ki, bir sıra tibb müəssisələrinin daxilindəki stomatoloji kabinetlər pasiyent müraciətləri olmaması səbəbindən ləğv ediləcək və bu məsələ geniş müzakirəyə səbəb oldu. Etiraz edənlər də oldu bu fikrə. Lakin dünən təbib elə bizim xəbərin olsunun sorğusuna cavab verdi. Stomatoloji xidmətlərin yenidən təşkilinə dair açıqlamada bildirilir. Tibbi ərazi bölmələrini İdarə Etmə Birliyi tərəfindən ötən dövr ərzində stomatoloji xidmətlərin təşkili, keyfiyyəti, xidmət həcmi, əlçatanlığı, həkim qəbulu, infrastruktur və bu sahədə şəffaflığın artırılması məqsədi ilə ətraflı təhlil və qiymətləndirmə işləri aparılıb. Bu qiymətləndirmələr zamanı müxtəlif regionlarda cari ilin ötən müddəti ərzində bir sıra stomatoloqların pasiyent qəbulu etmədiyi, xidmət keyfiyyətinin aşağı olması, vətəndaş narazılıqları və ödənişlərin rəsmi nağdsız ödəniş sistemi, yəni post-terminal bank köçürməsi və s. üzərindən keçirilməməsi, yəni müəssisənin maliyyə uçotundan yayınması halları müşahidə edilib. Qeyd edək ki, Təbibin Müşahidə Şurasının 21 iyul 2025-ci il qərarı ilə vəzifə öhdəliklərinin xarakterini və müvafiq həkim ixtisası üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərini nəzərə alaraq 1 avqust tarixindən etibarən uşaq stomatoloqu ixtisası üzrə çalışan həkimlərə sabit aylıq həvəsləndirici əlavələr təyin olunub. Yeni qərarla həvəsləndirici əlavələr 250 manat məbləğində müəyyən olunub. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri də nəzərə alınmaqla müəssisə rəhbərləri tərəfindən ştatların ixtisarı ilə bağlı öncədən xəbərdarlıq olunub. Əlavə olaraq bildiririk ki, stomatoloji xidmətlər icbari tibbi sığorta təminatına daxil olmayan və ödənişli əsaslarla göstərilən tibbi xidmətlərdir. 149 sayda stomatoloji xidmətlərin tarifləri Təbibin Müşahidə Şurasının qərarı ilə təsdiq olunub. Bəli, əziz tamaşaçılar, məlum, yəni biz geniş təbib xəbərin olsuna açıqlamasını biz verdik. Nəticə itibarilə bu da o deməkdir ki, bir çox dövlət xəstəxanalarında stomatoloji kabinetlərə xəstə müraciəti, pasiyent müraciəti olmadığı üçün həmin ştatların ləğvi nəzərdə tutulur. Eyni zamanda müəyyən standartlara, yəni bu tibbi texnoloji yeniliklərin orada qənaətbəxş olmaması da istər-istəməz diş problemləri olan pasiyentləri özəl xəstəxanalara, nə bilim, özəl stomatoloji kabinetlərə müraciət etməsindən gətirib çıxarır ki, bu da zamanla artıq qeyd elədiyimiz kimi dövlət poliklinikaları və xəstəxanalarında həmin kabinetlərin tamamilə aradan çıxmasına gətirib çıxarır deyə bilərdik. Bəli, məsələ bu yerdə idi. Əziz tamaşaçılarımız, xəbərin olsun davam eləyir. Bundan başqa xəbərin olsun da həm qeyd elədiyimiz kimi, anonslardan eşitdiyimiz kimi bir çox vacib və aktual deməli, mövzulara toxunacaq. Eyni zamanda dünya və ölkədən xəbərlərlə davam eləyirik. Günümüzün mövzusunu diqqətinizə çatdırıram, əziz və dəyərli izləyicilər. İnformasiya bolluğu sizə nə verir? Yəni, bax, bununla bağlı öz fikirlərinizi bizim qaynar xəttimiz olan 055-214-99-94-ə yazın. Sizdən gələn SMS-ləri mən səsləndirəcəyəm, eyni zamanda da müzakirə eləyəcəyəm. Bilirik ki, biz ümumiyyətlə informasiyasız xüsusilə də son illər keçinmək mümkün deyil. Bu və digər platformalardan biz geniş informasiya alırıq. Əvvəlki illərdə ənənəvi televiziyalardan, yəni bizlərdən daha çox informasiya topluyordunuz. Bu qədər çox yayğın deyildi. İstər sosial platformalar, istər xəbər saytları və s. İndi çox rahatlıqla daxil olub məlumatı əldə edə bilərsiniz. Amma əsas olan informasiyanın düzgün alınmasıdır. Bax, bununla bağlı da fikirləriniz bizim üçün önəmlidir, əziz və dəyərli izləyicilər. Eyni zamanda informasiya bolluğu sizə nə verir? Bəzi insanlar da var ki, məsələn, ola bilər də, yəni daha çox informasiyanı görürsən ki, məsələn, özüm nümunə çəkəcəm. Evə gedirəm, anam başlayır mənə hansısa xəbər verməyə ki, xəbərim var, filan oldu, filan haqda, filan məlumat yayıldı. Deməli, anam məndən deyil, kimdənsə eşitdiyi, qonşudan bəzən eşitdiyi, bəzən də bu TikTokda zatda, orada da bilirik ki, dezinformasiyalar kifayət qədərdir. Oradan eşitdiyi informasiyanı mənə çatdırmaq istəyir, deyirəm, ay mənim əziz və dəyərli anam, mənə elə gəlir ki, mən xəbər adamıyam və xəbərin içindəyik, biz xəbərin içindən gəlirəm, ona görə ən düzgün informasiyanı professionallardan, peşəkarlardan almaq lazımdır. Bəli, bugün informasiya bolluğu sizə nə verir? Bununla bağlı fikirlərinizi mən sizdən gözləyəcəm və bu mövzunda təbii ki, təsadüfi qoymamışıq. Çünki bugün dünyada
Ümumdünya İnformasiya Günü kimi qeyd edilir. 26 noyabr 1992-ci ildə Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə birinci Beynəlxalq İnformasiyalaşdırma Forumu keçirilib. Tədbirdə ənənəvi olaraq hər il 26 noyabr tarixində Ümumdünya İnformasiya Gününün qeyd olunmasına dair qərar qəbul olunub. Bu əlamətdar gün rəsmi olaraq 1994-cü ildə UNESCO tərəfindən qeydiyyata alınıb. BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Ümumdünya İnformasiyoloji Parlamentinin təşəbbüsü ilə qeyd olunan bu gün informasiya kommunikasiya texnologiyaları sahəsində çalışanların peşə bayramıdır. İnformasiya insanlar arasında şifahi, yazılı və ya hər hansı digər formada ötürülən məlumatdır. Bəşər tarixində informasiya həmişə mühüm əhəmiyyət kəsb edib. 20-ci əsrin ortalarından başlayaraq sosial tərəqqi, elm və texnikanın sürətli inkişafı nəticəsində informasiyanın da rolu daha da artıb. Artıq o qədər bol informasiya var ki, biz onun yanlış və düz olduğunu seçməkdə tərəddüd eləyirik. Yəni, bax, o cür sürətlə yayılır. Söhbət xəbərdən gedir, məlumatdan gedir və bunların toplusu olan informasiyadan gedir. Əvvəllər, məsələn, bir məlumatı almaq üçün o stasionar telefonlardan istifadə edirdik, gözləyirdik, çağırırdı, nə bilim, saniyələrlə, dəqiqələrlə. Xaricdən məlumat almaq da bir o qədər çətin idi. Elə dünyada informasiya texnologiyaları bu qədər yayğın deyildi, buraxın Azərbaycanda. Yəni, dövlət televiziyamız var idi, o da günün müəyyən saatında xəbərlərin öz vaxtı var idi, əyləşirdik, qarşısında izləyirdik və radio vasitəsilə. Ondan sonra bu qədər televiziyalar da yayğın deyildi. İndi alırsan pulti əlinə, Azərbaycan da daxil, dünyanın bütün televiziyaları ayağına gəlir. Burax onu sosial platformalardan, xəbər saytlarından da geniş informasiya əldə eləyə bilirik. Bəs bu informasiya bolluğu sizə nə verir? Sizcə yaxşıdırmı, pisdirmi, yüklənirsinizmi, yoxsa yaxşı məna ifadə edirmi? Şifahi informasiyaya mı inanırsınız, yazılı informasiya mı? Bax, fikirləriniz bizim üçün çox dəyərlidir. Yazın, sizdən gələn mesajları mən həvəslə səsləndirəcəyəm. Bugün 26 noyabr həm də Azərbaycan kəlağayısı günü kimi qeyd olunur. Mən də özəl olaraq kəlağayını bugün üzərimdə bax görə bilirsiniz. 2014-cü il noyabrın 26-sında Azərbaycan kəlağayısı kəlağaya simvolizmi və ənənəvi sənəti adıyla UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Kəlağayı ipəkdən hazırlanan, üzərində xüsusi naxışlar olan milli geyim növüdür. Çəkisi 125 qram olub, bir üzükdən keçəcək qədər zərifliyi ilə seçilən bu baş örtüyü ölkəmizin tarixini, adət-ənənələrini, mədəniyyətini yaşadır. Kəlağayı sadəcə baş örtüyü deyil, həm də müdriklik və gözəllik simvoludur. Buna görə də əziz tamaşaçılarımız, mən düşünürəm ki, bu kəlağayı biz Azərbaycan xanımlarına xüsusi yaraşır. Bax, gör necə də həqiqətən mənim bugünkü dəstimə zövq verib. Xüsusilə də mən xarici ölkələrə səfər edəndə bizim bu möhtəşəm sənət əsərimiz olan kəlağayını hədiyyə götürürəm ki, həm təbliğ eləmiş oluram, həm də onun zərifliyini necə deyərlər, aşılamış oluram. Ona görə də bu kəlağayı böyük sənətdir. Həqiqətən Azərbaycanda bunun fabriki də var. Möhtəşəmliyi ilə seçilir və hər bir Azərbaycan xanımına yaraşdığını düşünürəm. Ona görə düşünürəm ki, hər bir Azərbaycanlı qadının evində mütləq şəkildə kəlağayı olmalıdır və ornamentləri də görürsünüz necədir. Butanı həmişə simvolizə eləyir. Mən də xüsusilə sevirəm. Dediyim kimi, ölkə xaricinə gedəndə mütləq şəkildə özümlə götürüb, orada qatıldığım tədbirlərdə istifadə edirəm ki, Azərbaycanlı bir xanım olduğunu orada göstərmiş olum. Bax belə. 26 noyabr eyni zamanda Ümumdünya Çəkməçilər Günüdür. Bugün ayaqqabı məhsullarının ərsəyə gəlməsində iştiraki olan bütün insanların bayramı hesab olunur. Ən qədim peşələrindən sayılan çəkməkçiliyin əsası isə düz 7000 il əvvəl qoyulub. Bəli, bugün artıq o çəkməçilik bizdə adətən ayaqqabıya başmaq da deyilir də, milli bizim ifadə tərzimizdə. Həqiqətən, indi artıq xatırladım o çəkməçilik deyəndə o uzunburun başmaqları xatırlayırdım. Həqiqətən, indi ayaqqabılar artıq bunu deyə bilirik, o qədər bax yayğın olub. Əziz tamaşaçılar, belə dünyadakı bəzi, yəni yaddaşda həkk olan, tarixə həkk olan günlər haqqında məlumat verdik. İndi də keçəcəm, mən çalışacağım. Təbii ki, verilişimiz boyu biz heç vaxt sürücülərimizi, sərnişinlərimizi
nömrəmizi. Elə tamaşaçılarımız var, bax, indiki saatlarda yola çıxacaq. Onları da unutmuruq. Ənənəvi olaraq çalışırıq. Ələxüsusda bu saatda yollardakı vəziyyətə onları tanış eləyək ki, ona görə yol alsınlar və mən sistemə daxil olacağam. Siz də mənimlə bərabər görəcəksiniz ki, xüsusilə paytaxtda aparan yollarda vəziyyət nə yerdədir. Bizim əziz sərnişinlərimiz, sürücülərimiz hansı yollardan istifadə eləsinlər ki, rahat şəkildə mənzil başına çata bilsinlər. Bəli, hər dəfə ilk olaraq mən başlayıram, deməli, Bakı-Sumqayıt şosesindən. Çünki bilirik ki, Sumqayıtdakı bizim ikinci böyük şəhərimizdir, inkişaf eləmiş şəhərdir. Eyni zamanda Sumqayıt ətrafından o ərazilərdə Xırdalanını qeyd eləyə bilərik, Masazır, o istiqamətdən paytaxtımıza işləməyə, oxumağa, mərkəzə çox sayılı insanlar gəlir. Və mən ona görə də ənənəvi olaraq şimal istiqamətindən paytaxta daxil olan Sumqayıt şosesi, Bakı şosesi barədə məlumat verəcəm. Bu yol xüsusilə bu saatlarda ənənəvi olaraq tıxacların olduğunun göstəricisidir. Düz birbaşa bu yol vasitəsilə biz gəlirik Moskva prospektinə, o prospekt vasitəsilə də 20 yanvar dairəsinə çıxırıq ki, biri ki 20 yanvar dairəsində yollar ayrılır müxtəlif istiqamətlərdə. Burada da görürsünüz ki, yollarda vəziyyət elə də ürəkaçan deyil, çünki tıxacdır. Sonra Tbilisi prospektini görürsünüz. Həmin şose bağlanır. Burada da ənənəvi biz deməli tıxacı demək görə bilirik. Amma əslində Tbilisi prospektində yolun bir hissəsi açıq göstərir mərkəzə doğru. Moskva prospekti barəsində biz daha çox tıxaclı vəziyyəti deyə bilərik. O prospektlərdən ayrılan hansı ki yollar var. Bax, Şəfayət Mehdiyevdir, Əbdülvahab Salamzadədir. Bax, burada da tıxaclı vəziyyət hökm sürməkdədir. Sonra əziz tamaşaçılarımız Asif Məhərrəmov, Ceyhun Səlimov bu küçələrdə də vəziyyət təəssüflər olsun ki, çox. Ali Mustafayevdə ən çox tıxacların olduğu bu saatlarda deməli necə deyərlər, yollardan biridir və Ziya Bünyadova bağlayır, gətirib hansı ki bu yollar bizi. Ziya Bünyadov, baxaq görək burada vəziyyət nə yerdədir. Vəziyyət nə yerdə olasıdır? Tıxaclıdır. Həmişəki tıxac. Biraz əks istiqamətdə hərəkətdə olan tıxacdır, amma əsas götürəndə baxın, bütün sonra yenə də davam eləyir. Ziya Bünyadov boyu tıxac davam eləyir. Sonra əziz tamaşaçılarımız digər bizim önəmli prospektlərdən olan mən Heydər Əliyev prospektindəki vəziyyəti də siz sürücülərin, tamaşaçıların diqqətinə çatdıracağıq. Bilirik ki, bu prospektimizdən də çox sayılı insanlar istifadə eləyirlər. Bəli, burada da ənənəvi tıxacları müşahidə eləmək olur. Həm hərəkətdə olan tıxacdır və dayanan, gedən tıxacdır. Heydər Əliyev prospektindən ayrılan Ağa Nemətullah barədə də biz bunu deyə bilərik. Xüsusilə də qeyd elədiyim kimi bu saatlarda tıxaclı vəziyyətlər hökm sürməkdədir. Ondan sonra əziz tamaşaçılarımız davam eləyirik. Mən məlumat verəcəyəm sizə. Demək, hal-hazırda siz görürsünüz 8 noyabr prospektini. 8 noyabr prospektinin mərkəzə doğru hərəkətdə olan tıxacı görürük, amma şəhərdən çıxış istiqamətində yolların açıq olduğu göstərir. Sonra Afiyəddin Cəlilovda nədənsə gözlərimə inanmaq istəmirəm, çünki bu saatlarda həmişə trafik olurdu, amma bugün açıqdır. Eyni zamanda mən indi, demək, əziz tamaşaçılar, Babək prospekti, o məşhur Babək prospektimizi görürsünüz sistemdə. Babək prospektində tam olaraq yaxınlaşmışam. Burada yollar açıqdır, bu istiqamətdə gedənlərin yolu açıq olsun. Amma Yusif Səfərova bağlananda artıq burada dairəvi istiqamətdə tıxac davam edir. Yollarınız açıq, işləriniz avanda olsun deyərək əziz tamaşaçılar. Su verməliyəm. Bax, nar ağacları, gül kimi nar ağacları. Üstündə narı da var. Bax. Bax, çürüyür, gedir. Yeraltı sular quruduğundan sakinlər su daşıyan maşınların ümidinə qalır. Xaçaxuna bağlarına yenidən həyat veriləcəkmi? Saxta dissertasiyaların diplom işlərinin yazılmasında yeni vasitə. Biz yazı tələb edən əgər işləri verəcəksə, ya onlar plagiat olaraq kitablardan köçürəcək, ya da süni intellekt imkanlarından istifadə edə biləcək. Süni intellektdən istifadə plagiatlığa daha geniş meydan verib. Əlbəttə ki, müsbət informasiyaların olması, bolluğu xoşbəxtlikdir. İnformasiya müasir dövrün hər şeyidir mənim üçün. Düzgün olmayan informasiyalar həddindən artıq tez rastlaşırıq. Bəs sizə informasiya bolluğu nə verir? Qaynar xətt WhatsApp nömrəmizə və sosial media hesablarımıza yazın. Fikirlərinizi efirdən səsləndirəcəyik.
O deyirlər, qulaq gündə bir söz eşitməsə kar olar. İndi nəinki bir söz, o qədər söz eşidirik, informasiya eşidirik, o qədər boldur, əl çatandır. İndi maşallah deyirəm, peşəkarlar, jurnalistlər, media təmsilçiləri, media nümayəndələri qalıb qıraqda. İndi hamı bloger olub, alıb telefon əlinə, düşüb dünyanın canına, Azərbaycanın canına. Bir xəbər olan kimi bildi, bilmədi, qaynağı oldu, olmadı. Yəni o əsas mənbədən aldı, almadı, fərq eləmir. Gözü gördüyünü danışa-danışa gəzir. Yəni özünü bloger kimi çalışır ki, informasiya təminatçısı kimi, necə deyərlər, sırısın demək tamaşaçılara, izləyicilərə. Operativlik baxımından yaxşı ola bilər, amma burada çox sayda dezinformasiya, saxta xəbərlərə yol verilə bilər. Yəni, məsələn, biz jurnalist olaraq bir hadisə oldu, onu çəkirik. Amma o hadisə barədə elə məlumat verir, ümumi məlumat. Məsələn, hadisənin deyir, partlayış oldu. Bu partlayış barədə başqa özümüzdən yanlış xəbər verə bilmərik. Sadəcə olaraq, məsələn, qaz sızmasıdırmı, nə bilim, hər hansı bir başqa bir fəsaddırmı, çalışırıq ki, bunu mənbədən alaq. Amma o dediyim o dırnaq arası blogerlər və digər insanlar təəssüf ki, buna fərqinə varmırlar. Çünki bu istiqamətdə geniş informasiya malik deyirlər. Yəni, dediyim odur ki, informasiya çoxdur, əl çatandır, istədiyimiz portaldan, xəbər portalı olsun və digər vasitələrdən ala bilirik. Bəs informasiya bolluğu bizim əziz və dəyərli tamaşaçılarımız sizə nə verir? Bəzən yorur. O qədər informasiya toplayırıq, gün ərzində mental bir ruhsal yorğunluğumuz olur. Bəzi insanlar da deyir ki, mən qaçıram, televiziyalara çox baxmıram, nə bilim, xəbər saytlarına baxmıram. Düz informasiyasız keçinmək çox çətindir, çünki qloballaşan dünyamız çox sürətlə davam edir. Amma bəziləri də bundan deyir ki, mən çalışıram, özümü kökləmək istəmirəm, qəza xəbərlərini eşitmək istəmirəm, hansısa bir qətl hadisəsi, ölüm hadisəsi eşitmək istəmirəm, mənim həyatımı mənfi təsir edə bilir. Amma bizi kimi insanlar, söhbət jurnalistlərdən gedir, informasiyasız bir saniyə belə dayanmaq istəmirəm. Gecənin bir zamanı olduqda belə, olurdu, indi yuxudan ayılırıq. Dərhal mən xəbər platformalarına, istər ölkə, istər xarici baxıram və görüm nə baş verir. Səhər mən tamaşaçıya informasiya çatdırmalıyam. Ona görə də bizim fərqimiz digər insanlardan daha çox informasiya qəbul eləməkdir. Təbii ki, bunun da yükləmə tərəfləri olur. Tamaşaçılarımız, siz dəyərli tamaşaçılarımızın da fikri bizə maraqlıdır ki, informasiyanın, məlumatın, xəbərin bu qədər bolluğu sizə nə verir? Fikirlərinizi mən təbii ki, səsləndirəcəyəm. 055 214 99 94 nömrəli WhatsApp xəttimiz aktivdir, sizin ixtiyarınızdadır. Həm mövzumuzla bağlı öz fikirlərinizi yaza bilərsiniz. Eyni zamanda ətrafda baş verən hadisələr olsun, şahidi olduğunuz hadisələr olsun, elə eşitdiyiniz və gördüyünüz informasiya olsun, bunun dəqiqliyini bilmək istəyirsiniz. Hər hansı bir sosial və məişət problemidirmi, kadrlarda bizə göndərə bilərsiniz, biz də səsləndirəcəyik. Elə sosial problemlərdən, məişət problemlərindən və yol problemlərindən söz düşmüşkən. Deməli, tamaşaçımız bizə bir SMS ünvanlayıb, müraciət ünvanlayıb, səsləndirirəm. Deməli, Bakı-Sumqayıt şosesinin 17-ci kilometrliyində körpü bina inşaat və West Town Abşeron yaşayış komplekslərinin, Xırdalan şəhəri 10 nömrəli məktəbin və Abşeron rayon mərkəzi xəstəxanasının yerləşdiyi ərazidə minlərlə insan yaşayır və hər gün bu yoldan istifadə edir. Lakin burada piyada təhlükəsizliyi ilə bağlı çox ciddi problem mövcuddur və artıq sakinlər üçün dözülməz bir vəziyyətdir. Bu ərazidə tamamilə piyada keçidi yoxdur, nə yerüstü, nə yeraltı, nə də işıqforlarla tənzimlənən keçid. Qarşı tərəfə keçmək üçün ən yaxın keçid təxminən 500 metr aralıdadır və yalnız pilləkənlərdən ibarətdir. Əslində, Abşeron deməli, Gənclər şəhərciyinin yanında bu deməli üzbəyüzdə keçid var. Amma mən oxuduğum deməli Bakı-Sumqayıt 17-ci kilometrli idi və bəli Abşeron yaşayış kompleksidir. Məsələlərin indi bir məsələsi də ondan ibarətdir ki, deyir ki, həmin 500 metr məsafədədir o yaşayış yerlərindən keçid və ancaq pilləkənlərdən ibarətdir. Bu keçiddən deyir fiziki məhdudiyyətli insanlar, yaşlılar, xəstəxanadan çıxan pasiyentlər və uşaq arabası olan valideynlər istifadə edə bilmir. Şəxsi deyir təcrübəmi qeyd etmək istəyirəm bizə yazan tamaşaçımız. Anamın diz qapağı ilə bağlı ciddi problemi var. Xəstəxanadan qaydarkən yolu keçə bilmədiyi üçün deyir, hər dəfə məcbur olub taksi tuturuq. Bu isə həm maddi çətinlik yaradır, həm də deyir, artıq yaşlı insanlar üçün əlavə əziyyət deməkdir. Bu vəziyyət deyir, təkcə bizim deyil, bölgədə yaşayan
yüzlərlə yaşlı və hərəkət məhdudiyyəti olan insanların problemidir. Keçidin olmaması səbəbindən sakinlər deyir, çox təhlükəlidir şəkildə. Yolun istənilən yerindən keçməyə məcbur olur və bilirik ki, orada 2 yoldur. Ona görə çox xahiş edirik, bu problemi işıqlandırın, aidiyyatı qurumlar deyir, məsul strukturların diqqətinə çatdırasınız. Bu məsələnin həlli həm də piyada təhlükəsizliyini təmin edəcək, həm də ictimai nəqliyyata çıxışı xeyli asanlaşdıracaq. Biz bir qrup deməli sakin adından gələn mesajı səsləndirdik. Əlaqədar qurumları görürsünüz. Həqiqətən çox saylı insanlar yaşayır orada, çox saylı xəstəxana var, məktəb var, yaşayış kompleksləri var. Bunları nəzərə almaq lazımdır. Bir qədər keçid olsun, yeraltı və yerüstü onların çəkilişini həyata keçirməyə lazımdır. Yəni qeyd olunduğu kimi əslində Abşeron Gənclər şəhərinin yaxınlığında var, amma bu pilləkənlərdən ibarətdir, eskalatorlardır və arabası, uşaq arabası olan, fiziki məhdudiyyəti olan yaşlı və xəstə insanlar buradan rahatlıqla istifadə edə bilmirlər, çünki yolun özü də o qədər təhlükəsiz yol deyil. Biz tamaşaçımızdan gələn bu mesajı səsləndirdik, yetər ki, həllini tapsın. Xəbərin olsun isə bu və ya digər xəbərlərin təqdimatı ilə davam eləyir. Ənənəvi əziz tamaşaçılarımız, informasiya bolluğu sizə nə verir? Yaxşıdırmı, pisdirmi, hardan alırsınız? Fikirləriniz bizim üçün önəmlidir. Və qeyd edelim ki, bugün həm də Ümumdünya İnformasiya günüdür. İnformasiya texnologiyaları sahəsində çalışan mütəxəssisləri də biz, necə deyərlər, təbrik eləyirik. Baxaq görə kim nə yazıb bu bizim sualımızla bağlı. Deməli, deyir ki, sabahınız xeyir olsun deyir, hər zaman güləriz olmağı bizə arzuluyur. Bizim daimi tamaşaçımız Yevlax rayonunun Ərəbbəsirə kəndindən Bəxtiyar Şöybov. Deyir, mövzuya gəldikdə informasiya bolluğu bir yandan yaxşıdır, ona görə ki, hər şeydən xəbərdarıq. Amma gərək dəqiq informasiya ola. Dəqiq informasiya olmayanda bizi bilərəkdən alladırlar. Bu da bizim üçün arzu olunmazdır. Bəli, ona görə də bir yerdən aldığınız informasiya xəbərdən əmin olmamaq üçün digər yerlərdən də araşdırmaq lazımdır. Ağızdan ötürülən informasiyalar bəzən o deyir, Fatma xala dedi, nə bilim, Fatma Nisa xala dedi. Bunlar da qulaqdan dolma şifahi informasiyalarda dəqiq olmaya bilər və çalışaq ki, biz əlimizin altındadır telefonlar, qaynağına baxaq, eşidək, yəni jurnalistlərdən eşidək, ondan sonra yəni televiziyanı açıb qulaq asmaq lazımdır, xəbərlərdən eşitmək lazımdır. Dəqiq ünvana müraciət eləsəniz, heç kəsi aldatmaq mümkün olmayacaq. Sonra başqa bir tamaşaçımız deyir ki, ATV kollektivini salamlayıram, gününüz uğurlu olsun. Bəzən informasiyaları sosial şəbəkələrdən alıram, bəzən düz də olur, bəzən yanlış. Sizləri çox sevirəm, daimi deyir, izləyən sizi tamaşaçımız. Təşəkkür edirik. Bəli, sosial şəbəkələr həqiqətən də artıq daha bilirik ki, bütün xəbər saytlarının eyni zaman sosial şəbəkələrdə də profilləri var. Oradan da alırlar, amma bəzi insanlar bundan məlumatlı deyirlər. Sonra başqa bir tamaşaçımız da yazır ki, informasiya bolluğu şəxsən mənə çox şey verib. Hələ də nəyisə öyrənirəm, nəyisə öyrənmək istəyindəyəm, internet vasitəsilə əldə edirəm. Düzdür, ziyanlı tərəfləri də var. Məsələn, mənə görə yaddaşsızlıq bunun bariz nümunəsidir. Xudatdan Zeynəb xanım deyir. Əvvəllər də indi bu informasiya yazılı şəkildə hamı baxır, amma gedirdin, qəzet alırdın. Elə insanlar var idi ki, abunə olurdu, qəzetdən alırdı, oxuyurdu. Həmi onun gözü oxuyurdu, özü oxuyurdu da. Yəni ki, istər-istəməz bu bir tərəfdən də, yəni ki, onun da öz zamanı var idi. Amma indi həmin qəzetlər də onlayn şəkildə necə deyərlər, fəaliyyət göstərər, artıq kağızlar almağa ehtiyac olmur. Ümumiyyətlə, indi məncə çox nadir insanlar qəzet alır. Amma o köhnə adamlar var, onlar hələ də görürsən ki, elə xoşum gəlir ki, ictimai nəqliyyatda yolda falan qəzet alıblar və parklarda xatırlayırsınızsa bizim uşaqlıq dönəmimizdə hər kəsin əlində bir qəzet var idi, oxuyurdu, metrolarda və s. İndi bunu görmək mümkün deyil. İndi elə yaşlı adamlar da açırlar, eynəklərini taxırlar, başlayırlar telefondan informasiyanı oxumağa. Yəni bu qədər əl çatandır, bu qədər genişdir. Və bəzi tamaşaçılarımız da deyir ki, yaxşıdır, amma zamanla bizi yorur və yaddaşsızlığa gətirib çıxarır. Sonra başqa bir tamaşaçımız da deyir ki, demək, kəlağayı ilə bağlıdır. Əvvəlcə sizə bildirim ki, bu kəlağayı sizə çox yaraşdı. Təşəkkür edirəm. Mən düşünürəm ki, Azərbaycanın milli ornamenti olan bu kəlağayı nəinki mənə bütün Azərbaycan xanımlarına xüsusi yaraşır. Deməli, deyir, Qurani Kərimdə deyir, yazıldığı kimi istifadə etmişsiniz hardasa. Qurani Kərimdə deyir,
söhbət nədən gedir? Hə, örpəkdən danışır. Hə, başa düşdüm sizi, lap gözəl. Mən deyir, yalnız televiziyadan xəbərləri alıram. Mənə maraqlı və doğru xəbərləri televiziya verir. Tamaşaçımızın adı qeyd olunmayıb, amma ondan gələn mesajları mən səsləndirdim. Bəli, televiziyalarda da xəbər informasiya proqramlarından öz saatı var, vədəsi var. Siz onu gözləyirsiniz demək. Amma məsələn, onların da çoxu müxbirlərin çəkilişindən sonra aldığı informasiyalar elə xəbər saytlarından toplananların toplusudur. Amma sosial şəbəkələrdə və xəbər saytlarında daha əl çatandır. Çünki hər dəqiqə demək olar ki, yenilənir xəbərlər. Sonra mən deyir ki, informasiyanı ATV kanalından alıram və səhərlər sizdən alıram. Hər şeydən xəbərdar oluram. Mən sizin səmimiyyətinizə inanıram. Çünki Yevlaxdan Qədir Məmmədov artıq neçə illərdir şəxsən bizim proqramın Xəbərin Olsunun pərəstişkarıdır. Hər saat 8-də açır, bizi izləyir. Heç vaxt laqeyd qalmayır bizim xəbərlərə, bizim proqrama öz fikirlərini bildirir, sualımıza cavab verir və mən sizin səmimiyyətinizə inanıram və təşəkkür edirəm ki, siz bizi izləyirsiniz. Biz də çalışırıq ki, sizin timsalınızda digər tamaşaçılarını və bizi izləyən bütün insanları ən dəqiq informasiyalarla təmin edək. Sonra digər bir tamaşaçımızdan gələn mesajda deyilir ki, bəzi informasiya deyir, mənə qıcıq verir. Məsələn, dünəndən bu müzakirə olunur. Hansı ki, biz də deyəcəyik, bir neçə verilişdə də özünü xanımı dəvət eləmişdilər. Müğənni Samirə Əfəndinin o səs yarışda olması, erməni ifaçını qucaqlaması, bu deyir, informasiya bizi deyir, çox qıcıqlandırdı. Dünəndən etibarən də, belə deyim, qıza qarşı tənqidi fikirlər səsləndirilir. Hər kəsin öz şəxsi fikri var, bunu deməliydim mən də. Sonra digər bir deməli, tamaşaçımızın mesajında deyilir ki, informasiya bolluğu bizə dünyanın hər yerindən xəbər verir. Ən azından hər şeydən xəbərimiz olur. Gününüz uğurlu olsun. Mən hər səhər sizi dinləyirəm. Sizin gülər üzünüz bizə bəsdir. Təşəkkür edirəm bizim əziz və dəyərli tamaşaçımız. Bəli, biz də bilirsiniz ki, Xəbərin Olsun da ictimai-siyasi bir informasiya proqramıdır, xəbər şousudur. Eyni zamanda dünyadan və ölkədən ən vacib, ən önəmli, ən operativ xəbərləri sizə çatdırırıq. Eyni zamanda əməkdaşlarımız sosial problemlərlə bağlı da məsələləri gündəmə gətiririk. Elə qaynar xəttimizə siz ünvanlayırsınız, biz yazırıq və bir daha da müraciət edirəm. Nəinki paytaxtda, Azərbaycanın bütün bölgələrində baş verən bu sosial məişət problemləri varsa, şahidi olduğunuz hadisələr varsa və hər dəfə də mən bunu qeyd edirəm, erkən nikaha qarşı görürsünüz ki, hər hansı bir qonşuda, qohumda erkən nikah halları gizli həyata keçirilməyə çalışır. Bununla bağlı da öz fikirlərinizi bizə yazın ki, gərəkirsə ünvan da yazın. Düzdür, polis əməkdaşlara dərhal müdaxilə eləyir, xüsusi əlaqədar qurumlar var. Elə bu kimi hadisələr olduqda bizə yaza bilərsiniz. Və Xəbərin Olsun davam eləyir. Təbii ki, ölkəmizin havası da önəmlidir bizə. Gəlin görək bugün ölkəmizdə havanın necə olacağını da, necə olacaq nəzərinizə çatdıraq. Mülayim noyabr havası davam eləyir. Belə ki, sinoptiklərin proqnozuna görə Azərbaycanda noyabrın 26-sında, yəni bugün 20 dərəcə isti olacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 15-18 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, havanın temperaturu gündüz 15-20, dağlarda 13-18 dərəcə isti olacaq. Cəmi bir neçə gündən sonra biz payızın demək son ayına da vidalaşacağıq. Qışın ilk ayı olan dekabra qədəm qoyacağıq. Hələ bu günə qədər havalar həqiqətən də isti sevənlər üçün çox deməli möhtəşəm keçdi. Yəni ki, dekabrda bilmirəm artıq necə olacaq. Əziz tamaşaçılarımız, dünya gündəmindən də çox vacib xəbərlərimiz var. Diqqətinizi bizdə saxlayın. Deməli, nəhayət ki, həbs etdilər. Özü də 27 illik. Braziliya Ali Məhkəməsi sabiq prezident Jair Bolsonaro'nu 27 il həbs cəzasına məhkum edib. Bloomberg'in xəbərində bildirilir ki, məhkəmə deməli Bolsonaro'nu hakimiyyətdən getməkdən imtina cəhdinə və hökumət çevrilişinə yönəlmiş
sui qəsdə iştirakda təqsirli bilib. İş 2023-cü il yanvarın 8-də Bolsonaro tərəfdarlarının dövlət qurumlarını basqına məruz qoyması ilə bağlı istintaq çərçivəsində aparılıb. Prokurorluğun versiyasına görə sui-qəsd planına hazırki prezident Luis Inacio Lula da Silvia, onun müavininə və indi hökm çıxaran ali məhkəmə deməli hakimlərindən birinə qarşı qəsd cəhdləri də daxil olub. Deməli, Bolsonaro'nun vəkillərinin ev dustaqlığı barədə müraciəti isə rədd edilib. Bəli, dünya xəbərləri ilə davam edirik. Avropanın ən bahalı qızıl sikkəsi satılıb. Sizcə bu kimə məxsus olub? İspaniya kralına 1609-cu ildə İspaniya kralı 3-cü Filip üçün zərb edilmiş böyük qızıl sikkə İsveçrədə hərracda satılıb. Reutersin xəbərinə görə bu Avropada satılmış ən bahalı sikkə olub. 339 qramlıq sikkənin başlanğıc qiyməti təxminən 2,46 milyon dollar olsa da o yekunda 3,49 milyon dollara satılıb. Bəli. Görürsünüz. O iki dünya müharibəsi və Amerika Birləşmiş Ştatlarının 20 dövlət başçısının prezidentlik dövrünü görmüşdü. Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatındakı San Diego zooparkının ən yaşlı sakini Galapagos tısbağası 141 yaşında ölüb. IP News nəşrinin məlumatına görə Gramma adlı tısbağa 1928 və ya 1931-ci illərdə Bronx zooparkından San Diego zooparkına Galapagos tısbağalarının ilk qrupunun bir hissəsi kimi gəlib. Mühafizəçilər onu zooparkın kraliçası adlandırıblar. Ömrünün sonuna yaxın Gramma yaşla bağlı sümük xəstəliyindən əziyyət çəkirdi və bu da onu evtanaziya etmək qərarına gətirib çıxarıb. Vəhşi təbiətdə Galapagos tısbağaları 100 ildən çox, zooparklarda isə demək olar ki, 2 dəfə çox yaşayır. Rekord 175 ilə qədər yaşayan Qaryet tısbağasına məxsus olub. Bəli, görürsünüz artıq heyvanların belə yaş həddi, o yaş keçəndə təbiətin hadisəsidir. O, hətta sümük əriməsindən əziyyət çəkirmiş. Hər vaxtınız xeyir olsun, əziz və dəyərli tamaşaçılar. Biz davam edirik. Yenə də bax, mənim əlimdə veriliş başlayanda telefonu gördünüz. Yenə də informasiya toplamağa çalışıram ki, mən də hər dəqiqə informasiyalı olum ki, həm özüm məlumatlanım, həm də çox önəmlidirsə sizə də çatdırım. Bəli, informasiyanın bolluğu sizə nə verir? Bununla bağlı sizin dəyərli fikirləriniz bizim üçün önəmlidir. Bəzi insanlar deyir, yorur, mən informasiyadan qaçıram. Bəzi insanlar deyir, çox yaxşıdır, dünyadan xəbərdar oluruq, ölkədən xəbərdar oluruq və s. Deyir, Sumqayıtdan olan bizi daimi izləyən tamaşaçımız Kəmalə xanım deyir ki, mən informasiyanı televiziyadan, ATV xəbərdən və bir də blokun qabağında əyləşən qonşu qadınlardan alıram. Onlardan olan xəbərlər heç bir kanalda olmur və gec tez yerinə yetir. Onların informasiyası heç də danılmazdı. Həqiqətən ola bilər. Bu da biraz duzlu, məzəli təbii ki, mən düşünürəm ki, mesajı idi. Sonra başqa bir tamaşaçımız Dəyirmanlı kəndindən Rasim müəllim yazır ki, İndi informasiya mənbələri çox olsa da düzgün, səlis mənbələr azdır. Ona görə də mən hər gün informasiyanı daha etibarlı və dövlətin mənafeləri üçün xidmət edən mənbələrdən alıram. Bu bizim daimi tamaşaçımızdır Rasim müəllim, ondan gələn mesaj idi. Sonra başqa tamaşaçılar da yazırlar ki, bəzi informasiyalar var ki, məni qıcıq eləyir, heç nə baxmaq istəmirəm, nə eşitmək istəmirəm. Ümumiyyətlə, həqiqətən də informasiya bolluğu yaxşı tərəfi olduğu qədər də mənfi fəsadları da olur. Ələxüsusda deyir, gecə yatmazdan öncə çalışmaq lazımdır ki, telefonla təması azaltmaq lazımdır. Çünki gətirir yuxusuzluğa, yuxu pozğunluğuna gətirib çıxarır. Çünki yuxu, onsuz həyat yoxdur. Elə təsadüfi deyil ki, insan həyatının 1/3 hissəsini yuxuda keçirir. Lakin bu qayda ilə razılaşmayanlar da az deyil. Bəzi insanlar düşünürlər ki, ağlı başında olan heç bir insan ömrünün 1/3-ni yastığa bağışlamaz. Amma əslində gündəlik həyatın səmərəli keçməsi üçün kifayət qədər uzun, dərin və rahat yuxu vərdişi qazanmaq lazımdır.
Xüsusilə də son illər müxtəlif sağlamlıq problemləri səbəbindən yuxunun keyfiyyətinin azalması, yuxuya getməkdə çətinlik və ya yuxusuzluq kimi müxtəlif yuxu pozuntuları daha çox müşahidə olunmaqdadır. Bəs yuxumuzu ərşə çəkən səbəblər nələrdir? Yuxu rejiminin pozulmasının hansı fəsadları ola bilər? Yuxu pozuntusu necə müalicə olunur? Əməkdaşımız Aytaç Əsədova mütəxəssislərin tövsiyəsi əsasında sujet hazırlayıb. Gəlin izləyək. Yuxu pozuntusunun müxtəlif səbəbləri var. Həyəcan, stress, nevroloji problemlər və önəmlisi telefon asılılığı. Son illərdə artan bu narahatlığın kökündə mobil cihazlarla daha çox vaxt keçirmək durur. Gec yatıranda biraz səhər tezdən dururam. Bəs axşam gec yatanda nə edirsən? Televizora baxıram, informasiya öyrənirəm telefondan. Gündəlik yuxu rejimini qənaətində alsan yaxşıdır. Amma belə yəni yaxşı deyil. Çünki dərslər olur, kollektivlər olur. Hazırlaşmalı oluruq. Problemli insanların yəqin ki, yuxusu normal deyil, mən də həmçinin də. Mütəxəssislər deyir ki, gün ərzində həddindən artıq şüaya məruz qalmaq orqanizm üçün təhlükəlidir. Sağlam yuxu rejiminin olmaması immunitetin zəifləməsinə səbəb olur. Bundan başqa infarkt və insult kimi problemlərin yaranması da mümkündür. Yuxu beynin və insan orqanizmini rahatlaşdıran bir mənbədir. Yuxu pozulduqda insanda kökəlməyə meyillik yarana bilər, insanın diqqəti, yaddaşı pozula bilər, ürək-damar xəstəlikləri baş verə bilər, xroniki depressiya, stress baş verə bilər və buna görə də yuxunun normallaşması üçün müəyyən qaydalara riayət etmək lazımdır. Bunlardan biri smartfonlardan və telefonlardan uzaq durmaq lazımdır. Çünki smartfonlar mavi işıq yayır və bu da melatonin hormonunun ifrazını azaldır, hansı ki bu yuxu hormonudur və melatonin hormonunun ifrazı azaldıqda da yuxu pozğunluğu yaranır. Texnologiya həyatımızı asanlaşdırsa da sağlamlığımız bahasına olmamalıdır. Unutmayaq ki, keyfiyyətli yuxu sağlam həyatın təməlidir. Aytaç Əsədova, Teymur Hüseynov, Jalə Qəhrəman qızı. Deməli, Amerika Birləşmiş Ştatlarının Milli Yuxu Vəqfi yuxu ehtiyaclarının ödənilməsinin insan həyatında böyük əhəmiyyətə malik olduğunu vurğulayıb və yaş qruplarına görə müəyyən yuxu vaxtlarını təyin edib. Demək, qurumun tövsiyələrinə görə insanlar, yəni 0-3 aylıq uşaq olduqda 17 saat, 4-11 aylıq uşaq olduqda 11-13 saat, 1-2 yaş arasında 9-16 saat, 3-5 yaşda 13 saat, 6-13 yaşda 10 saat, 14-17 yaşda 11 saat, 18-25 və 26-64 yaş aralığında 8-9 saat yatmalıdırlar. Xüsusilə də dünyada gənclər üçün ümumi yuxu rejimi 8 saat müəyyən olunub. Yuxu xəstəlikləri üzrə Türkiyəli mütəxəssis Hakan Qaynaq isə deyir ki, yuxu müddəti hər bir fərdin orqanizminə görə fərqlənir. Onun sözlərinə görə yuxu barmaq izi kimidir, yəni hər fərdin yuxu müddəti qulağı, burnu, saçı kimi yalnız özünə məxsusdur. Bu səbəbdən yuxu müddəti hər bir fərddə fərqli olur. Mütəxəssis onu da əlavə edir ki, hər bir insan özünün yuxu müddətini bilməlidir. Yəni o neçə saat yatanda gümrah olur, nə qədər artıq yatanda ona mənfi təsir edir. Bunu fərd özü təyin edə bilər. İnsanların 85%-də yuxu 6-8 saat olur. 15% insan isə 4-5 saat yatmaqla kifayətlənir və bu yuxu müddəti gün ərzində ona bəs edir. Yuxu saatları uşaqlıq illərindən formalaşır və insanın genindən də asılıdır. Əslində qalanda bəzən deyirik ki, məsələn, yorulanda, gərgin olanda yuxu yata bilmirəm. Bu çünki beyin sönmür. Yəni, düşünürsən ki, çox yorulmuşam, gedəcəm, başımı qoyacam, yastığa yatacam. Əslində deyil, mənim özümdə də elədir. Çox gərgin oluram. Əslində rahat olanda, stressiz olanda, bir də fiziki hərəkət edib yorulanda daha rahat yatırsan. Həqiqətən də bəzi insanlar deyir ki, mənə 4 saat yuxu yetərlidir ki, mən tam olaraq yuxumu alıram və gün ərzində özümü çox gümrah hiss edirəm. Çünki bu keyfiyyətli yuxu yatır, dərin yuxu yatır. Mütəxəssislər də necə dedi? Məsələn, 8-10 saat yata bilərsən, hər saat başı oyanırsansa, beynin oyaqdırsa, oyandığın müddətdə telefona baxırsansa, təbii ki, yuxun ərşə çəkiləcək. Yatmış olsan belə necə deyirlər, tam olaraq beyin sönməyəcək, format olmayacaqsan. Hətta bəzi insanlar tez-tez yuxu görür, yuxu qarışıqlığı olur. Bu da beynin əslində dincəlməməsi ilə əlaqələndirilir. Bizim təqdim elədiyimiz sujetdə mütəxəssislər də dedi ki, telefondan, ekrandan uzaq qalmaq lazımdır. Ən azından 1 saat. Dərin yatmaq üçün də
Ondan sonra qaranlıq otaq daha məqsədə uyğundur. Pərdələr, hətta yataq otağının pərdələrinin tünd olmağını məsləhət görürlər mütəxəssislər ki, yaxşı yuxu alasan, ən əsasda smartfonlardan uzaq durasan. Bacarırsansa yuxu öncəsi otağın havasını təmizləmək lazımdır. Ondan sonra bəzi yuxuya getməyən insanlara deyirlər ki, hə, baxırsan, sayırsan, nə bilim, 10-a qədərmi sayırsan, 20-yə qədərmi? Bir də nəfəs terapiyası burada çox önəmlidir. Mən özüm özlərimdə də şey eləmişəm. Çünki nəfəs alanda dərindən və yavaş-yavaş onu verəndə başlayırsan fokuslanmağa nəfəsinə. Bu zaman beyin heç nə düşünmür. Düşünmədiyi təqdirdə də bir də baxırsan, yuxuya dalmısan. Belə əziz tamaşaçılar, düzdür, gecə deyil, amma deyirəm ki, gecələr olanda yuxunuz şirin olsun. Həqiqətən keyfiyyətli yuxu almaq lazımdır. Uşaqlarımıza, məktəbli uşaqlarımıza, şagirdlər də yuxu vədəsini almalıdırlar. Çünki mənim belə uşaqlara nə yazığım gəlir şagirdlərə? Baxırsan ki, deyirlər uşaqlar saat ən geç 10-da yuxuda olmalıdırlar. Amma dərs yükü bunlara imkan vermir. Saat 12-də uşaq dərs yazır, saat 1-ə işləyib uşaq dərs yazır və səhər o başdan da 7-də qalxmalıdır, 8-də məktəbdə olmalıdır. Yuxu rejimi pozulur, zamanla da gətirir, mental, ruhsal yorğunluğa çıxarır və yaddaş pozuntusuna yol açan amildir yuxu. Mən özüm yaxşı yuxu almasam, sizin önünüzə çıxıb belə aktiv və enerjili ola bilmərəm. Düzdür, mən də biraz yuxuda o qədər yaxşı yatan deyiləm, çox oyağam, necə deyərlər, bir qarışqa yerimiş olsa dərhal reaksiya verirəm və mütəxəssislər bunu da qeyd elədilər ki, bu da biraz genetik faktordur. Məsələn, mənim anam da çox oyaq yatır. Bir nəfəs alışdan oyanan insandır, yəqin mən də ona bənzədiyim üçün. Yəni, yuxu problemi də uzun müddətdə davam eləmiş olsa, mütləq həkimə müraciət edin, o sizə lazımı yöndə yönləndirəcək. Bəli, əziz tamaşaçılarımız, biz davam edirik. Demək, siz buyurun bizim günümüzün mövzusu ilə bağlı da fikirlərinizi yazın. Görək, nə düşünürsünüz? Çox informasiya sizə nə verir? Bu yaxşıdırmı? Yoxsa necə deyərlər, pisdirmi? İnformasiya almaq təbii ki, yaxşıdır. Tək ki, yaxşı xəbərlər alaq. Bax, mənim özümdə çalışıram ki, yaxşı xəbərlərlə qarşınızda çıxış olaq. Xüsusilə də biz səhər verilişi olduğumuz üçün maksimum dərəcədə mənfi informasiyalarla, qəza xəbərləri olsun və digər mənfi mənada olan yüklü xəbərləri təqdim eləməkdən çəkinməyə çalışırıq. Çünki insanlar zaten oyanıblar, günə yeni başlayırlar, istəyirlər açsınlar televiziyanı, bir yaxşı ünsiyyət görsünlər, gülər üz görsünlər, yaxşı informasiya ilə, yaxşı mənada yüklənsinlər. Amma bəzən təəssüflər olsun ki, önəmli olduqda biz bunu sizə vermək istəyirik. Ona görə də çox bol informasiya sizə nə verir? Bax, fikirləriniz bizim üçün önəmlidir. Buyurun bizim 055-214-99-94 nömrəli qaynar xəttimizə yazın. Biz də sizdən gələn fikirləri səsləndirək. İndi də xüsusən bu tələbələr üçün, yəni diplom işi yazan tələbələr üçün, elə müəllim heyəti üçün də maraqlı bir araşdırmamız var. Süni intellektlə hazırlanan biz deməli diplomistlərindən bəhs eləyəcəyik. Bəli, süni intellekt alətləri tədris prosesinin bir hissəsinə çevrildikcə tələbələrin elmi işlərə yanaşması da dəyişir. Dərs yazısı hazırlamaq artıq saatlar deyil, dəqiqələr çəkir. Bu isə həm üstünlükdür, həm də bəzi problemlər yarada bilər. Bax, süni intellektlə hazırlanan diplom işlərindən danışacağıq. Süni intellekt platformalarının inkişafı tələbələrin elmi işlərə yanaşmasına dəyişib. Bir çoxları sərbəst iş, dissertasiya, hətta diplom işlərinin hazırlanmasında bu alətlərə müraciət edir. Süni intellektdən istifadə eləyirəm. Sərbəst işlərdə mənə çox kömək olur. Həm linkləri özü verir, belə mənbələri gedib baxa bilirəm ki, düzdür, düz deyil. Həm də rahat olur. Başlıqları yazıram, elə özü verir. Dərslərlə bağlı, universitet işlərlə bağlı, yəni dərsdə sərbəst işlərin hazırlanmasıyla bağlı, seminarlara necə hazırlaşmalıyam, məsələn, PDF-də olan dərsi necə qısaldıb öyrənməliyəm. Mən çox belə universitetlə bağlı, dərslərlə bağlı şeylərlə istifadə edirəm. Çox vaxtlar yox, çünki oxuduğum kollecdə müəllimlərin fəaliyyətinə əsasən, yəni müəllimlərimizin köməyi ilə daha çox məlumat əldə etmək mümkün olur. Reallığı desək, bəli, aralarında olur ki, istifadə edirlər.
müəllimlərimizin bundan xəbəri olmasa, oxşar mövzu çıxır və həmin halda müəllimlərimiz qəbul eləmir mövzunu və hər ikisi 0 qiymət alır. Bəli, istifadə eləmişəm. Çünki bəzən müəllimin verdiyi tapşırıqlar çətin olur və bəzi məlumatları tapmaq çətin olduğundan süni elektrikdən istifadə edirik. Süni intellekt düzgün istifadə olunarsa tədris prosesini asanlaşdırır. Lakin tamamilə ona güvənmək düzgün deyil. Həm plagiat olma riskini artırır, həm də tələbələrin elmi bacarıqlarının formalaşmasına mane olur. Bizim ali təhsil müəssisələrində tələbələrin yerinə yetirdikləri işlərin təhlilində də bunu gördük ki, çox təəssüflər olsun ki, sərbəst işlərin 100%-nin hər biri birbaşa süni intellektin imkanlarından istifadə olunaraq həyata keçirilibdir. Təbii ki, bunun üçün birinci plagiat proqramı var. Ali təhsil müəssisələri müəyyən qədər maliyyə resurslarından istifadə edərək həmin sərbəst işlərin, diplom işlərinin və yaxud da yerinə yetirilən işlərin birbaşa nə qədər istifadə olunmasını plagiat proqramına yoxlana bilər. Bu məsələnin birinci tərəfi. İkinci tərəfi, biz hər dəfə təklif etmişik ki, sərbəst iş yerinə biz ali təhsil müəssisələrinin bakalavr, magistr pilləsinə təhsil alanlara kapstonlar verməliyik. Yəni bu birbaşa yaradıcıdır, yəni layihə əsaslıdır. Yəni məhsula birbaşa özünün yerinə yetirməsi vizual olaraq görünsün. Yoxsa biz yazı tələbələrinə əgər işlər verəcəksə, ya onlar plagiat olaraq kitablardan köçürəcək, ya da süni intellekt imkanlarından istifadə edə biləcək. Artıq bugün ali məktəblərdə həyata keçirilən sərbəst işlər, kurs işlərinin heç bir elmi əhəmiyyəti yoxdur, heç bir akademik yeniliyi yoxdur. Ya plagiatdır, ya da süni intellektlə yazılıbdır. Ona görə də biz akademik qiymətləndirmənin məzmununda mütləq şəkildə dəyişiklik eləməliyik. Bir tərəfdən süni intellekt tələbələrə geniş mənbə bazası təqdim edir, fikirləri sistemləşdirməyə kömək edir. Digər tərəfdən isə araşdırma, elmi yazı mədəniyyətinin zəifləməsinə səbəb olur. Təbii ki, bunu bir müəllim olaraq biz görürük. Çünki bizcə süni intellekt dediyim kimi proqramlaşdırmanın, alqoritmanın məhsuludur. Düzdür, orada mövzu ilə bağlı geniş məlumatlar tapa bilirsən. Ancaq tələbə fikri, tələbə beyni artıq biraz fərqlidir. Mövzu təqdim olunur, tələbə başlayır onu araşdırmağa. İstər ədəbiyyatdan, istər necə deyim, kompüter sistemindən istifadə edərək, axtarış sistemlərindən istifadə edərək onu axtar. Amma yenə də orada ən üstün cəhət bizim fikrimizcə tələbənin beyninin məhsuludur. Çünki araşdırır, baxır, oxuyur, öyrənir və özü sintez, analiz edərək mövzu ilə bağlı məlumatı yayır. Mütəxəssislərin fikrincə tədrisdə süni intellektdən istifadə qadağan edilməməlidir. Əksinə, tələbələrə ondan düzgün istifadə öyrədilməlidir. Çünki gələcəyin iş dünyasında bu bacarıq əsas şərtlərdən biri olacaq. Zemfira Rəcəb, Nurlan Sultanzadə. Su verməliyəm. Bax, nar ağacları, gül kimi nar ağacları. Üstündə narı da var. Bax, çürüyür, gedir. Yeraltı sular quruduğundan sakinlər su daşıyan maşınların ümidinə qalır. Xaçaxuna bağlarına yenidən həyat veriləcəkmi? Əlbəttə ki, müsbət informasiyaların olması, bolluğu xoşbəxtlikdir. İnformasiya müasir dövrün hər şeyidir mənim üçün. Düzgün olmayan informasiyalar həddindən artıq tez rastlaşırıq. Bəs sizə informasiya bolluğu nə verir? Qaynar xətt WhatsApp nömrəmizə və sosial media hesablarımıza yazın. Fikirlərinizi efirdən səsləndirəcəyik. Bəli, informasiya bolluğu sizə nə verir? Yaxşıdırmı, pisdirmi? İnformasiyanı hardan alırsınız? Qonşudan, blokda əyləşən qadınlardan mı alırsınız? Televiziyadan mı alırsınız? Sosial platformalardan mı? Xəbər saytlarından əziz tamaşaçılarımız bizim qaynar xəttimizə sizdən gələn mesajları mən gözləyirəm. Dünya gündəmindən isə davam edirəm. Şimal qonşumuz Rusiya və Ukrayna arasında biz münaqişəli vəziyyət davam edir. Demək, əslində düşünürdük ki, bunlar yavaş-yavaş razılığa gəlirlər. Son olaraq da Ukrayna və ABŞ nümayəndələri Cenevrədə görüşərək 28 maddəlik sülh planını müzakirə elədilər. Ancaq deməli Ukrayna tərəfi dedi ki, yox, bu bir kapitulyasiya aktına bənzəyir. Sanki Kremlin sifarişi əsasında yazılmış bir sülh müddəalarıdır. Trump da Ukrayna üzrə ABŞ planındakı maddələrin sayını 28-dən 22-yə endirib. Deməli, ABŞ prezidenti Donald Trump bildirib ki, Vaşinqtonun Ukrayna münaqişəsinin həlli üçün təqdim etdiyi plan 28 maddədən 22-yə endirilib. Özü çıxışında bunu qeyd edib və vurğulayıb ki, əvvəlki sənəd tam formalaşmamış plan deyil, sadəcə sxem və konsepsiyası fərqlidir. Bundan başqa Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermark ABŞ-ın Amerika Birləşmiş Ştatlarının Axios portalına müsahibəsində bildirib ki, biz NATOya doğru irələməklə bağlı konstitusiyon öhdəlikdən imtina etməyəcəyik. Lakin hazırda biz reallıqda yaşayırıq. Yəni NATOya
hələ ki üzr deyilik. Bundan əlavə Yemark Donald Trumpın Ukraynada müharibəni bitirmək üçün hazırladığı 28 bəndlik sülh planının qəbul edilməz olduğunu, lakin artıq keçmişdə qaldığını ifadə eləyib. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli üçün Vaşinqton tərəfindən təklif olunan sülh planı 28 bənddən ibarət idi. Layihə əsasən Ukrayna, Krımı, Donbası və digər işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımalı. NATOya üzvlük kursundan imtina etməli, Moskva isə sanksiyaların qismən götürülməsi və böyük 8-lik formatına qaytarmaq imkanı əldə etməli idi. Sonradan Ukrayna tərəfi ilə aparılan danışıqları zamanı sülh planı əhəmiyyətli dərəcədə dəyişdirilib və Kiyevin maraqları nəzərə alınaraq 19 bəndə qədər azaldılıb və həmin maddələr hansı maddələrdir? Bax, bu barədə hələ ki bir informasiya yoxdur. Trump isə bu sülh maddələrinin, bəndlərinin demək, necə deyərlər, 22-yə endirildiyini deyib. Bundan başqa Donald Trump qeyd eləyir ki, bu yaxınlarda Zelenski və Putin görüşməsi üçün şərtini açıqlayıb. Trump Ukraynalı və Rusiyalı həmkarları Volodimir Zelenski və Vladimir Putinlə görüşü yalnız sülh sazişi hazır olduqdan sonra baş tutacağını ifadə eləyib. Ağ Evin rəhbəri bu barədə Truth Social platformasına yazıb. O özünün xüsusi nümayəndəsi Steve Witkov'la Putinlə görüşmək üçün Moskvaya getməyi tapşırdığını da qeyd eləyib. Bəli, görünür ki, Ukrayna və Rusiya arasında səngiməyən, biz düşünürük ki, sülhə aparacaq, amma hələ də bu vəziyyət səngimir. Münaqişə davam eləyir. Ümid edirik ki, bu iki Slavyan xalqı da tezliklə qardaşlıq münasibətlərini yenidən bərpa eləmiş olacaq və sülh şəraitində yaşamış olacaq. Ümumiyyətlə, bu informasiyadan danışırdıq biz. Bəli, bugün Ümumdünya İnformasiya günüdür. Yəni, biz elə Ukrayna, Rusiya arasında baş verən, ora bombalandı, bu qədər insan öldü və s. Biz bunu, deməli, təbii ki, texnologiya imkan verir ki, əldə edirik. Bu müharibə başlayanda düşünmüşdük ki, bu qədər davam eləməyəcək. Yəqin ki, bir ilə ən uzağı müddəti olacaq, amma artıq fevralda 4 ili tamamlanacaq ki, iki Slavyan xalqı bir-birinə qarşı, bax, belə qənim kəsiliblər. Bəli, informasiya müharibəsindən də bir qədər danışmaq istəyirəm. Bilirik ki, indi hər şeyi saxta informasiyadan, onu qeyd edeyim ki, bizim vətən müharibəmiz dövründə çox yaxşı biz dövlət başçısı səviyyəsində, bizim Xarici İşlər Nazirliyi səviyyəsində biz həqiqətən də dezinformasiya qarşı çox yaxşı savaşdıq. Elə qardaş ölkəni də burada mən qeyd edəcəm. Onların media nümayəndələri bizim Qarabağ müharibəsinin həqiqətli carçısı olaraq dünyaya çatdırmaqda da öz geniş informasiya yaydılar. Hətta TRT World-də ingilis dilində yayımlar həyata keçirirdi. Canlı yayımlar da olur. Yəni, bax, informasiya texnologiyalarının, ondan sonra düzgün informasiya bu deməkdir. Yəni ki, informasiya savaşı da bu deməkdir. Doğru informasiya almaq bu deməkdir. Ona görə əziz tamaşaçılarımız, siz nə düşünürsünüz? İnformasiya bolluğu sizə nə verir və verilən hər informasiyaya güvənirsinizmi və hardan əldə edirsiniz? Fikirləriniz təbii ki, bizim üçün önəmlidir. Və biz davam edirik. Bilirik ki, hər dəfə ümumiyyətlə qaynar xəttimiz fəaldır, ixtiyarınızdadır. Qaynar xəttimizə müraciətlər əsasında biz sosial problemlərlə bağlı məsələləri diqqətdə saxlayırıq. Əməkdaşlarımız həmin əraziyə gedib çəkilişlər edirlər. Bu dəfə də Qala qəsəbəsi Xaşaxuna yaşayış massivinin sakinləri qaynar xəttimizə yazıblar ki, az qala 60 ildir ki, su üzünə həsrətik. İçməli suyu məcbur qalıb pulla alırıq. Susuzluqdan ağaçlar da quruyub gedir. Əməkdaşımız Rövşən Tahir illərdir su yolu gözləyən Qala qəsəbəsi sakinləri ilə həm söhbət olub, eyni zamanda aidiyyatı qurumların məsələyə münasibətini öyrənib. Mən o vaxt burada yaşayanda mənim 17 yaşım vardı. İndi 74 yaşım var. Bu hesabı ölüb geçsəm də bu su mən burada görmədim. Hasan olacaqdı. Mən öləndən sonra da olmayacaq. Qala qəsəbəsi Xaşaxuna yaşayış massivinin sakinləri içməyə su tapmır. Çünki ərazidə mərkəzləşdirilmiş şəbəkə yoxdur. Suyun olmaması ciddi problem yaradır. Sakinlər deyir ki, susuzluqdan heç nə əkə bilməyiblər. Üstəlik olan qalan ağaclar da quruyub. Ona görə də bu ərazidə nə alma var, nə heyva var, nə də nar. Bu gördüyünüz 50 ilin ağacıdır. Özümün 40 yaşım var, 20 ildir mən şəhərə bağ əncili adı ilə bağ əncillər verirəm. Bilənlər bilir.
Hə? 50 ildir bu mənim babalarım mən görməmişəm. Ha, atamın atasının atası əkib də. Bunu qorumaq kimə düşür? Bizə. Biz zavallılara düşür. Hə? Mən də nə etmək üçün su verməliyəm. Bax, nar ağacları qardaşım. Gözəl qardaşım. Nar ağacları, gül kimi nar ağacları. Bax, üstündə narı da var. Bax, bax. Çürüyür gedir. Heyf olur gedir. Bir zamanlar Xaçaxunada su quyuları olub, amma bugün o quyulardan su çıxmır. Yeraltı sular quruduğundan sakinlər su daşıyan maşınların ümidinə qalıb. Suyu da alırıq pulla. Elə bir ki 10 tonun 30-35 manata, 40 manata bəzən maşınlara uyğun alırıq da. Yəni su ilə bağlı bərk əziyyət çəkirik. 420 manat mən penç alıram. Nəvəm işləyir. Biz bilmirik qaza verək, suya verək. Hər dəfə də olmur axı suya vermək mənim balam. Nisiyə də gətirib vermirlər bizə. Məsələn, mən burada karosu doldururam. Heç bir ay keçmir. Ailə böyüdür axı, bunun gündəlik kimliyi var, bunun 90 yaşında anam var mənim yanımda. Bizim qapımıza su çəksinlər, biz də su istəyirik, biz də yaşamaq istəyirik də. Hər şey su ilə əmələ gəlir də, hə, oğlum da. Həyat suyun başındadır. Su olmasa həyat da yoxdur. Məsələ ilə bağlı iri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən bildirildi ki, qeyd olunan ərazidə mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud deyil. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə müvafiq layihə sənədləri hazırlanıb. Yaşayış məntəqələrində su şəbəkəsinin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələli şəkildə aparılır. Rövşən Tahir, Ağabala Məmmədzadə. Əziz tamaşaçılar, ötən gün bir türk ürpərdici hadisə xəbər eşitdik. Yəqin ki, çoxunuz da bundan məlumatlısınız. Sosial şəbəkələrdə də bu xəbər dolub daşır. Əgər ana demək mümkündürsə, 3 günlük körpəsini dənizə atır. İndi həmin və uşaq orada boğulub ölür. Həmin bu hadisənin təfərrüatları məlum olub. Səbəb də nəymiş? Ata DNT analizi istəyilmiş. Deməli, Bakıda 41 yaşlı Pərvanə Eyvazovanın 3 günlük körpəsini dənizə ataraq öldürməsinin təfərrüatı məlum olub. Hava limanında çalışan Pərvanə Eyvazova 6 ay öncə Xəzər rayon məhkəməsinin qərarı ilə həyat yoldaşı Həmid Eyvazovdan rəsmi olaraq boşanıb. Onların birgə nikahından 3 övladı olub, böyüyün 25 yaşı var. Pərvanə Eyvazova hamiləlik dönəmində xüsusi korsetdən istifadə etdiyi üçün hamilə olduğu bilinməyib. Bu da necə ola bilər? 9 aylıq bir ana bətni və hansı korsetdən söhbət gedir, mən bunu anlaya bilmədim. Onun keçmiş əri Həmid Eyvazov bildirib ki, 2 ildir Pərvanə Eyvazova ilə münasibəti yoxdur. Bu səbəbdən yeni doğulan körpə ilə bağlı DNT analizinin aparılmasını istəyibmiş. Keçmiş ərinin bu təklifindən sonra Pərvanə Eyvazova uşağı Türkan qəsəbəsində əvvəllər yaşadıkları evin arxasında dənizə atıb. Deməli, Həmid Eyvazov keçmiş həyat yoldaşını yalan danışmaqda ittiham edib. Əvvəl dedi ki, deyir, uşaq ölü doğulub. Bu, ata olduğu iddia edilən şəxsin informasiyası. Sonra dedi ki, iş yerinə vermək üçün xəstəxanadan uşağın ölü doğulduğuna dair sənəd ala bilmir. Birlikdə deyir, xəstəxanaya getməyimizi təklif etdim. Çıxılmaz vəziyyətdə qaldı və dedi ki, körpəni 3000 manata TikTok'da tapdığı adama satıb. Amma həmin adama zəng çatmır. Dedim, polisə bildir ki, uşağımı aparıblar. Nəysə, belə qalmaqallı bir mübahisə var. Özüm də deyir, baxardım, niyə öz övladımın qatili eləyim, amma uşağın mənim övladım olmadığını düşünürəm və Pərvanə ilə biz boşanmış və arada bir, yəni ki, necə deyərlər, heç bir münasibətimiz yoxdur. Həqiqətən də olduqca bu çox belə vəhşi bir hadisədir. Ana necə öz övladına qıya bilər. Araşdırmalar davam elətdirilir. Daha geniş təfərrüat da olarsa biz sizin tamaşaçılar diqqətinizə çatdıracağıq. Günümüzün mövzusunu bir daha, yəni bu da bir informasiya. Deyirəm də qulaq gündə bir informasiya eşitməsə kar olar. Bəs əziz tamaşaçılarımız, sizdə sual verdik ki, informasiya bolluğu sizə nə verir? Sizdən gələn mesajları mən səsləndirdim. Bu sualı bir də paytaxt sakinlərinə ünvanlamışıq. Gəlin görək onlar hansı cavabı verəcəklər. İnformasiya bolluğu sizə nə verir? İnformasiyanı biz ümumiyyətlə
gün ərzində hər bir şeydən ala bilərik. Məsələn, internet olsun, sosial şəbəkə olsun və yaxud da kitablar olsun, dərslərdən, müəllimlərdən, hətta müəllim olaraq tələbələrdən. Televizordan, radiodan qulaq asırıq. İndiki həyatımızdan maraqlı nə varsa məlumatımız olur. Beynin inkişaf elətdirməyinə çox böyük köməyi var informasiya. Amma bunu düzgün şəkildə istifadə etmək lazımdır. Çünki bəzən informasiya sui-istifadədən də yararlanıb başqa şeylərə də yönəldilə bilər. Ona görə yəni, həm yaxşıdır, həm pisdir. Baxır insanın istifadəsinə. Müsbət cəhətləri də var, mənfi cəhətləri də var. Müsbət cəhətləri odur ki, doğrudan da maarifləndiricilər həddindən artıq müsbət qiymət eləyirəm. Amma çox əfsuslar olsun ki, bəzən mənəvi təsir eləyən bir informasiyalar var. Yəni düzgün olmayan informasiyalar həddindən artıq tez rastlaşırıq. Yəni inanmaq olmur ki, hansı informasiya daha çox inanmaq olar. İstəyir məişət, istəyir siyasi, iqtisadi, yəni bütün məsələlərdə informasiya, yəni istifadə eləməyə, yəni qane edir bizi. Əlbəttə ki, müsbət informasiyaların olması bolluğu xoşbəxtlikdir və hər birimiz ondan faydalanmalıyıq. Bu cəhətdən mən tərəfdarıyam ki, müsbət informasiya çox olsun. Hər şeyi biz informasiyadan alırıq. İşimiz, işlədiyimiz yerdə, məsələn, xidmət, hər şey. İnformasiya müasir dövrün hər şeyidir mənim üçün. Ən çox sosial platformadan mən TikTokdan alıram. Çünki TikTokda daha geniş sahəli platforma olduğuna görə oradan daha çox məlumat alırlar. Daha tez aktiv xəbərlərdən xəbərimiz olur. Əlimizdəki telefon vasitəsilə dünyanın harasında nə baş verirsə, daha cəld və daha düzgün başa bilirik. Elə interneti açırsan, xəbər. Mənim maraqlandığım xüsus sahələr var. O sahələrdən nə qədər bol informasiya eşidirəmsə də elə bil ki, bu mənim həyat tərzimdir. Onlar olmasa mən yaşaya bilmərəm. Əziz tamaşaçılar, hər zaman xeyir xəbər olasınız. Qulağınız ancaq yaxşı informasiya ilə dolsun. Mənim bir təşəkkürüm də var geyinmə görə Farleh mağazasına. Nərimanov metro stansiyasının yaxınlığında yerləşir. Metro parka yaxın bir ərazidə yerləşir bu mağaza. Siz hal-hazırda ünvanı və əlaqə nömrələrində görürsünüz. Əgər xəbərin olsunun ATV-nin adından o mağazaya yaxınlaşsanız 30% sizə alış-verişdə endirim edəcəklər. Xəbərin olsun isə bu günlük öz işini yekunlaşdırdı. Çalışdıq ki, sizə ancaq yaxşı xəbərlər verək. Ancaq sabah da eyni saatda və eyni məkanda bizi izləməyi unutmayın. Hələlik özünüzə yaxşı baxın və Allaha əmanət olun.